sizi birinci Quba Kitab Sərgisində xoş gördük. Tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirik. Siz deyirəm. Bugün Quba Xaçmaz Qusa regional belə deyək, kitab sərgimizin açılış mərasimidir və bunun sevincini yaşayırıq ki, bugün Azərbaycan tarixində bir ilkdir. Qubanın qədim elm, mədəniyyət, təfəkkür mərkəzi olan bizim gözəl Qubanımızın həyatında baş tutan bu gözəl bir mədəniyyət tədbiri münasibətilə hər birimizi təbrik edək. Kitab metafizik anlayışını və əslində bizim dünyanın neylərisə eyniləşdirmək mümkün olardısa, bu əlbəttə ki, yəqin kitab olar. Yəni bu kitab elə bir şeydir ki, bu milləti ayaq üstə saxlayan, onu gələcəyə aparan, savadlı edən bir nəslədir. Hər birimizi müstəqil sənayəçi və iş adamları dərnəyi, ictimai birliyi adına Oğlan Qubamızda səmimi qəlbdən salamlayıram.